Bugün qonaq otağının təmizliyini eləmək istəyirəm. Divanın döşəkçələrini açıram. Üzlərini divan üzləri ilə bərabər atım yuyulsun. Bunun da içinə belə sintifonu birbaşa yığıblar. Belə rahat olmur. Ona görə mən bunlara ayrıca üz tikdim. Astar kimi içinə yığmağa. Belə bir üst tikdim. İndi bunun içindən sintifonları çıxardıb yığacam bunun içinə. Üzləri atam yuyulsun. Olacaq. Ondan sonra hər dəfə açıb yumaq rahat olacaq. Belə görüntü olmayacaq. Hamısını çıxartdım sintifonları. Yığdım belə. İndi onların ağzını maşınkada tikəcəm. Bunları divan üzündə çıxardım, aparım hamısını atım. Maşına yuyulsun bunlar. Qışa hazırlaşırıq. Kombilə radiatorları Şamil hər dəfə açır, yuyur. Ki isti olsun. İsin daha yaxşı isinsin. Yuyulmayanda yaxşı isitmir. Ona görə hər il açıb yumaq lazımdır. Keçən il yumamışdıq. Ondan qabaqki ili yumuşduq. Bura köçəndən də 3-cü ilimizdir inşallah. Keçən il artıq qış qutarana yaxın gördük ki, zəifləyibdir isitməyi. Dedik, eybi yox da bu ili yola verək. Gələnlə inşallah açıb yuyarıq. İndi qış girməmiş açıb təmizlədik için. Buraların da hamısı tərtəmizdir. Qurutduq, quru olsun. Belə indi yerinə bağlayır. İndi göstərəcəm sizə içindən çıxan çirkli suyu. Qapqara su çıxır içindən. Bu da içindən çıxan çirkli su. Bu gözlərin tutur, qoymur isinə radiator. Yastıqları belə düzəltdim astar kimi. Yığdım içinə sintifonları. Ağızlarını da tikdim. Bu ikisini keçən il eləmişdim. Bunları da düzəltdim. İndi çıxmışam lüstr təmizliyinə. Bir bunları təmizləyim. Onların da üzü qurusun. Gətirib taxacam. Yastıqların üzü. Parıldadı qəşəng. Tosu ranadım xalçanın üstün. İndi bunu götürək. Bura kimi gətirdim. Burada biraz çətin olacaq. Çünki stolun altındadır. Bir tər bunu da çıxardım. Götürüm xalçanı. Çıxartdım xalçanı nəhayət ki və pərdələri çıxardım. Aparım atam bir yumağa. Divarların tozunu aldım və keçmişəm pəncərəni silməyə. Nəmə dəsmalla birinci sildim üzərini. Sonra üstündən də şüşə silənlə dəsmalla siləcəm. Setkanı da təzə çıxardıb yumuşam, təmizdir. Pəncərələri də silmişdim. Sadəcə masanın üstündəki güldanımı, güllərimi də yuyuram. Gülləri belə suda əlimlə yuyuram. Yüz aşağı belə asacam, qurusun. Bir dəfə yumuşam, indi yaxalayıram. Şampunlu suyuna yudum. İndi də duruluyuram, aparım çöldən asım. Pərdəni atdım yumağa, ağı, bir də günlüyə atmışam.
Birinci olar demək yuyulsun, ütülüyüm, asım, sonra üstləri yuyaram. İndi bu stullarla divanı təmizləmək istəyirəm. Qap şampunu əlavə eləmişəm suya. Bunu isladacam, nəmli eləyəm. Yəni çox sıxacam ki, çox yaş olmasın. Üzərini silim divanın və stulların. Burada uşaqlar ruçka izi düşüb. Onu silim. Baxın, burada da qələm izləri var. Getmir. İndi buna nə edəcəm mən? Üzərinə azca çayını soda və çayını sodanın üstündən perks əlavə eləyirəm. Həmən yazı olan hissələrə 5 dəqiqə qalır. Və bu stolun üzərində var. Burada yenə biraz çayını soda. Əslində bu otaqda yazı yazmaqlarına icazə vermirəm. Çünki bilirəm ki, yazı eləyirlər. Divanın, stolların üzün burada da var. Amma yenə də nəsə arada girirlər. Burada yazırlar. Ona görə belə qələm ləkələri olur. Bunu da bu cür təmizləyirəm. Biraz qalacaq bunlar 5 dəqiqə. Sonra qap şampununu dəsmalla üzərindən siləcəm, tərtəmiz olacaq. Baxın, tərtəmiz oldu. Günlüklə tülü yuyuldu. İndi fon pərdəni atmışam yuyulsun. Elə maşından çıxardıb birbaşa ütüləyirəm və asıram. Çölə asmıram qurumağı üçün. Çünki nəmli ütüləyəndə daha rahat ütülənir. Bunları ütüləyim, asım. Amma fon pərdəni ütüləməyəcəm. Qalın pərdədir. O asanda elə qırışı açılır. Ancaq tüllə günlüyü ütüləyirəm. Günlüklə tülü ütülədim, astım. Nərdivanı hələ götürməmişəm, çünki fon pərdələri də asacağım. Divanı da açıq qoymuşam ki, qurusun. Çünki ara kəsmə yerində silmişəm. Qatlasam dedim, ora nəm qalar, tam qurusun. Sonra oturaq vəziyyətinə döndürəcəm. Bilin atmışam bir qolun yumağa. Qalındır deyə ikisi bir yerdə yerləşmir. Bunu da o yuyulsun, gətirim sərim. Sonra bunu asım, daha doğrusu sonra bunu atım yuyulsun. Belə bütün otaqların da tozunu silmişəm. Toz soranlamışam. İndi də bir dənə silməyə qalıb. Otaqları silim, sonra keçəcəm hamam təmizliyinə. Güllərim də qurudu. Bunu indi taxacağım yerinə. Belə hazır. Bunu da qoyaq, belə dursun yerində.
Və buranın qış təmizliyini, payız təmizliyini daha doğrusu bitirdim. Xalçanı da yuyub sonra sərəcəm inşallah. Əslində uzun olurdu video. Qısa-qısa çəkdim ki, sizin üçün də yorucu olmasın. Videonu bəyənməyi, abunə olmayanlar abunə olmağı unutmayın. Mənim üçün önəmlidir. Və nə cür videolar görmək istəyirsinizsə, bu cür təmizlik videoları sevirsinizsə, rəydə yazın. O cür videolar çəkim və mənim Instagram səhifəmdə var. Orada da aktivəm, bol storylər çəkirəm, təmizlik videoları, həyat tərzimi orada paylaşıram. Kimlər istəsə orada keçib storylərdən məni izləyə bilər. Hələlik bu qədər.